Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq görüşü keçirilib. Əvvəlcə Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndə heyəti Naxçıvan Dövlət Universitetinin kampusu ilə tanış olub. Tanışlıqdan sonra Naxçıvan Dövlət Universitetinin konfrans salonunda baş tutan tədbirdə Ali Təhsil Ocağının rektoru Elbrus İsayev çıxış edərək qonaqlara universitetin tarixi, fəaliyyəti, inkişafı haqqında ətraflı məlumat verib və tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, 1967-ci ildə əsası qoyulan Naxçıvan Dövlət Universiteti uzun illərdir Naxçıvan Muxtar Respublikasının kadr potensialının təmin olunmasına, sosial inkişafına, ixtisaslı mütəxəssislərin yetişdirilməsinə mühüm töhfələr verir. Rektor universitetin il ərzində qazandığı uğurlardan, elmi tədqiqat, təlim-tədris, beynəlmilləşmə sahələrində əldə etdiyi nailiyyətlərdən bəhs edib. 2025-ci ildə 252 nəfərin işə qəbulu ilə Endonun Naxçıvanda ən çox işə götürən müəssisə olduğunu vurğulayıb. UNEK-in rektoru Ədalət Muradov çıxışında görüşdə məmnunluğunu bildirib, rəhbərlik etdiyi ali təhsil müəssisəsinə dair məlumatları bölüşüb, elmin inkişafı üçün atılan addımlardan danışıb. UNEK-in elmin populyarlaşdırılması layihəsindən bəhs edərək, bu layihənin elmin cəlbediciliyini və gənc nəslin elmə marağının artırılması məqsədi daşıdığını qeyd edib. Azərbaycan alimlərinin onların kitablarının cəmiyyətə tanıdılmasının da əsas missiyalardan biri olduğunu vurğulayıb. Ədalət Muradov Endo haqqında təəssüratlarından danışıb. Naxçıvan Dövlət Universiteti həqiqətən də böyük uğurlara imza atan universitetdir deyə o qeyd edib. Daha sonra Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda hər iki universitetin elektron kitabxanalarının inteqrasiyası, ortaq tədqiqatların aparılması öz əksini tapıb. UNEK-in rektoru Ədalət Muradov kitabxanaların inteqrasiyasının ilk belə təşəbbüs olmasını vurğulayıb. Ortaq tədqiqatların aparılmasının universitetlər arasında elmi əməkdaşlığa ciddi təkan verə biləcəyini qeyd edib. Biz bugün burada həm də Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlığa dair memorandum imzaladıq. Əsas məqsədimiz güclərimizi birləşdirmək və birgə Azərbaycan təhsilini daha da irəliyə aparmaq üçün səylərimizi davam etdirməkdir. Bizim bilirsiniz ki, 3 il əvvəl bir təşəbbüs irəli sürmüşük. Azərbaycan Dövlət İqtisad Universitetində bu elmin populyarlaşdırılması və məktəbdən elmə adlanır. Bu növbəti tədbir olaraq biz Naxçıvan Dövlət Universitetində bu tədbiri keçirdik. Bugün alimlərlə, tədqiqatçılarla görüşdük. İndi universitetdən sonra universitet nəzdində fəaliyyət göstərən gimnaziya şagirdləri ilə görüşəcəyik. Onlara elmin gözəlliyi haqqında danışacağıq. Naxçıvan Dövlət Universitetinə uğurlar arzu edirəm və inanıram ki, Naxçıvan Dövlət Universiteti o böyük zirvənin lap yaxınlığındadır və Naxçıvan Dövlət Universiteti təhsil elm zirvəsini ən qısa bir vaxt ərzində fəth edəcəkdir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Nağıqızı yenidən Naxçıvan Dövlət Universitetində olmaqdan məmnunluğunu bildirib. Hər iki rektoru təbrik edərək UNEK ilə Endo arasında imzalanan əməkdaşlıq müqaviləsini mühüm addım kimi dəyərləndirib. Cənab Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması, dövlət dilinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmanına, ana dilimizlə bağlı verdiyi müsahibələri diqqətə çatdırıb. Mahirə Nağıqızı Azərbaycan dilinin saflaşdırılması, bu sahədə mövcud problemlər və onların həlli yolları, həmçinin milli mənəvi dəyərlərin qorunmasından danışıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü akademik Muxtar İmanov çıxışında elmin populyarlaşdırılması layihəsinin əhəmiyyətindən bəhs edərək bu layihənin elmin kütləviləşdirilməsində oynadığı roldan danışıb. Azərbaycan dilinin qorunması, saflaşdırılması məsələlərinə toxunub. Sonda görüşdən xatirə olaraq qarşılıqlı hədiyyələr təqdim edilib, foto çəkdirilib.